Özümüz təqdim edirik. Əliyev Mikail İsmailoğlu, Sıxəvən kənd sakiniyəm, ehtiyatlı olun polis mayoru. Mən Natiq Əliyevin bugün bu anım günlə yığışmağımız münasibətlə onu demək istəyirəm ki, Natiq çox yiğit bir oğlanıdır. Biz onun yiğitliyinə, mən şəxsən özüm Ağdərə rayon polis şöbəsində, biz o vaxt döyüş müddətində biz ona yoldaşlıq eləmişik. Onun bütün qəhrəmanlıqlarını mən şahid olmuşam. Bəli. O çox qorxmaz, yiğit, əsl Türk oğluna layiq olan hərəkətlər eləyirdi. O heç vaxt erməni qarşısında o əyilməzdi. Heç vaxt ermənin qarşısından qaçmazdı. Mən onun gözlərinə baxanda əsl Türk yiğidini görmüşəm. Çünki biz yoldaşlıq eləyirdik, bir yerdə gedirdik, gəlirdik. Bax, bu yaşadığımız Bərdə rayonunun Divanlı kəndində məskunlaşmışdıq. Qohum olmağımla bərabər o da həmən mənim silah yoldaşımdır, yəni pagon yoldaşımdır. Mən dəfələr onunla bir yerdə getmişəm. 94-cü ilin may ayının 5-də o şəhid oldu. Onun ölümü bizə çox təsir göstərdi. Biz hamımız ona ürəkdən ağladıq. Onu demək istəyirəm ki, bugün bura yığışmaqda məqsədimiz odur ki, onun düzdür, 2004-cü ildə Dövlət Respublika rəhbərliyi tərəfindən ona yiğitliyə görə medal verilmişdir. Bəli. Ancaq mən bir ziyalı kimi istəyirəm ki, Natiq Əliyevə daha yüksək ad tərtib olunsun. Mən Respublika rəhbərliyinə xahiş edirəm ki, Natiqin başqa yüksək aidiyyatı qurumları, dövlət rəhbərindən xahiş edirəm ki, Natiq Əliyevə daha yüksək adla deməli təmin olunsun. Və xahiş edirəm ki, burada oturanlarımızın hamısının xahişini nəzərə alaraq həmin Natiqin daha yüksək adla təmin olunması təmin edilsin. Yəni hər biriniz buyurun. Öyle. Siz Natiq qardaşımızın, şəhidimizin qardaşı. Mən də Natiqin qardaşıyam. Natiqin döyüş yolları haqqında onun döyüş yoldaşları tərəfindən eşitmişəm. Onun döyüş vaxtı əsir götürən ermənilər tərəfindən eşitmişəm. Bəli. Səngələ mənim atamla 3 dəfə keçmişəm. Orada hər bir anları yaşamışıq biz. Yəni ermənilərə onun vurduğu zərbəni, onun son dəfə mənim atama ki, Natiq ölüb, plömyoz tutmuyor söz, hələ bir gün də mənim yadımdan çıxmıyor. Yəni gör o söz elə belə söz deyil. Mənim də bir qardaş kimi xahişim dövlət başçısından olur ki, mənim qardaşımın adının təzədən əbədiləşdirilməsi üçün sərəncam versin. Köməkdarlıq eləsin. Yəni belə bir qəhrəmanın adı əbədiləşdirilməlidir. Ən azı bir kütlə versin, ya məktəb adı versin, ya institut adı versin. Əziz izləyicilər, deməli 2025-ci il may ayının 6-sıdır. Bərdə rayonu Divanlı kəndində hal-hazırda Natiq qardaşının ailəsinin evində bax biz bir ehsan süfrəsi açıqlar. Allah qəni-qəni rəhmət eləsin. Bax bu Natiq qardaşın döyüş yoldaşlarıdır, polis əməkdaşlarıdır. Bunlar hər biri müraciət edir cənab prezidentimizə ki, ondan ötürü ki, yəni rayonundan asılı olmayaraq, hansı rayondan? Yəni bir küçə adı verilsin Natiq qardaşımıza, həqiqətən döyüşkən bir oğlan olub. Allah qəni-qəni rəhmət eləsin. Mən onun haqqında son vaxtlarda məlumat toplayıram ki, Natiq qardaş, ondan əlavə mən burada sizdən hər birinizdən xahiş edirəm, o Sırxavət kəndindən bayram haqqında da danışasınız. Bax o Sırxavətdə döyüşən şəhid olanlar var. Hər birinizin onun məlumatı varsa onunla danışın. Xahiş edirəm. Yəni bayram qardaş haqqında da Allah qəni-qəni rəhmət eləsin. Mən yaxşı şeylər eşitmişəm. Mən 92-ci il idi, yəni mən əsgərlikdən təzə gəlmişdim, ay yarım idi. Kəndi müdafiə postuna çıxırdıq, bir də müdafiə postları vardı. Orada da elə bir ki, hər evdən 2 nəfər, 3 nəfər kim vardısa çıxırdı, ismiylə dəyişirdi. Elə oldu ki, mən gecə saat
İki də qardaşım Vaqif gəldi, nədir, Mahir Dostiyev müəllimlərindən, onların evində yığışmışdıq. Yəni Gəldi, dəyişdiyimə görə dəyişdi. fəal olub, mina bastırılmış getdi onda. Dəyişdi, bizə dedi ki, mən gedirəm İsmail'ə, sən burada ol. Həmin vaxtı rəhmətli Bayram, bu Çıldıran kəndi deyilən kənd var. O kəndindən Ballıqay kəndinə gələn yola mina bastırmışdı. Texnika minası. Yəni tank əleyhinə mina. Ondan başqa kimlər orada sizin kənddə döyüşənlər? Şəxsən mən bayramla bir yerdə həmən gecə, sən oradaydın, 14 nəfərdən 8 nəfər qalmışıq mina bastırmağa girəndə. Biz gəldi Süleyman kişinin evinin arxasında minanı bastıranda Çıldırandan BMP gəldi düşdü minaya. Gəldi düşdü minaya. İkinci BMP erməni Buyurun. Siz? Ağdərə polis şöbəsinin Bəli. polis baş serjantı, döyüş komandiri Roda Əliyev Oruç Mirov. Bəli. Axırıncı günün atıqla bir yerdə olmuşuq, hansı ki şəhid Bəli. olmuşdu, həmin gün qalmışıq. Bəli. Orada çox ağır döyüşlər gedir, onu danışmaqla qutarası deyil. Ora bəlkə 5 briqadanın, neçə korpusun əskəri yeridilib Ermənistan tərəfindən, tankı, texnikası, BMP-si. Bəli. Onların altından biz, yəni döyüşə, yaralananları, şəhidləri çəkib məsəl üçün çıxartmışıq. Yəni salamat oradan çıxa bilmişik. Vəzifəniz o vaxt nə olub polis əməkdaşı? Polis döyüş komandiri rodunu əvəz eləmişəm o vaxt mən. Bəli. İspaniyaşı aviasyonist. Zabit ordunosunda olmuşum. İndi siz də bu döyüş yoldaşlarınızla qoşularaq yəni müraciət edirsiniz ki, mən də Natiq müraciət edirəm ki, Natiqin öz keçdiyi döyüş yoluna baxılsın, xidməti təhqiqata aparılsın. Bəli. Bizim Daxili İşlər Nazirliyi tərəfindən şəxsən yoldaşlar dindirilsin. Bəli. Əməkdaşlar dindirilsin, görsün ki, Natiq kim olub, Ağdərə polis əməkdaşları kim olub, Bəli. nə qədər döyüşüb, hansı həyat şəraitində, hansı çətinliklə, artilleriyası olmuyor, texnikası olmuyor, qol gücünə, avtomat gücünə, pulemyot gücünə, pistolet gücünə döyüşmüşük biz. Bəli. Qiymətləndirilsin. Aidiyyatı Bir orqanlar. küçə verilsin. Bəli, nə olur olsun. Məktəb verilsin, bağça verilsin, nəysə. Məktəb mi verilsin, aidiyyatı üzrə mən xahiş edərdim ki, onun qiymətləndirilsin. Nazirliyimiz tərəfindən, Müdafiə Nazirliyi tərəfindən, müəyyən yoldaşlardan xahiş edərdim. Buyurun. axırıncı günü biz mühasirəyə düşən günü, Natiq şəhid olan günü. Erməni 2 dənə tankı arxamızı kəsəndə Natiq bir kəlmə dedi ki, Bəli. dedi ki, Mamoğlu, mən erməninin arxasına keçəcəm ki, erməni bilməsin ki, mən də onlardan deyiləm. Natiq də orada mühasirəyə düşən vaxtı 20-dən çox erməni məhv eləmişdi. Bəli. PK pulamyotu ilə. Hələ bu saatlarda ermənilərin çox elə bilir ki, Natiqin pulamyotu bu saat işləyir orada. Geçsinlər, baxsınlar, örgənsinlər, maraqlansınlar. Natiqə elə bir ad versinlər ki, onun adı unudulmasın. Bəli. Qiymət verilsin. Baba orada oturanlar, bayda o kişi orada olubdur. Erməni tankını grantamyotla vurdu, grantamyot yaxşı dəyməli getdi qıraqda partladı. Natiq çox döyüşkən, qorxmaz, igid bir oğlan oldu. İskəndər müəllim, siz də polis əməkdaşı olmusunuz. Öyle, mən də Özünüz də Natiq haqqında. Natiq qardaşın döyüş yoldaşı olmuşam. Bəli. Bəxtiyar müəllim, çox sağ olun. Bu şəhidləri çəkilsəydi, işğaldırırsınız, çox var olun. Sağ olun. Biz Natiq haqda çox danışa bilərik. Yəni, tutara bilmərik. Ona görə ki, Natiq yaxşı döyüşçü olub. Qəhrəman döyüşçü olub. Yalan danışır. Biz də bu döyüş yoldaşları adından Ali Baş Komandanımıza, Bəli. adını qızıl tarixlərə yazdırmış Prezidentimiz İlham Əliyev cənablarına müraciət edirik ki, bizim bu xahişimizi nəzərə alıb, döyüşçü Natiq qardaşımıza nə versin, licbi bir ad versin, biz döyüşçü yoldaşları da ondan bir təsəlli alaq ki, bizim belə bir döyüşçü qəhrəman yoldaşımıza hökumət tərəfindən, dövlət tərəfindən ad verilirdi. Bəli. Buyurun. Şahin müəllim. Mən danışım. Buyurun. Şamal. Danışır, kim danışır? Mübarizə az idi. Mənim həmin vaxtı bir yerdəydik. Bəli. Gəldi ermənilər 2 dənəsi mən postuma tərəf gəlirdim. Bəli. Buradan oraya nə qədər olurlar? Az idi ki 600 metr. Oydu birini nişan aldı. Birinci erməni çavalıyırdı, ikinci yaktı. Duran kimi onda burada oldu. İkinci birinciden tez öldü. Elə onun da dedi ki, mən əvəzimə ikisini vurdum. Dedi ki, bu dəmdə
tanklar geldi. Alttan tank kapandı, manevra elədi. 2 tane beyin peki doğrudan gelirdi. Odalar sol taraftan. 270 seferden ben başlardım. 45 sefer adam çıktı. Şəhid. Bak dövüşte bak orada şey. Bir daha bir söz deyim Bəxtiyar qardaş. Bəli. Şəxsən məndən də qəhrəman olan Babuday budur. Qardaş sözünü Çünki təqdim bizim edin. şəhidimizin Məmmədov Fərhad nəşini Ələsgəroğlu. Babu kişi gözünə ölümü alıb gedib bu özü qucağına Allah çıxardı. rəhmət Neçə eləsin şəhidimiz var? şəhidlərimizə. Bəli. Şəhidlərimiz hamısı qəhrəmanıdır. Fərhad çıxardı. Çox əziyyət çəkir. Bu uşaqlar hamısı əziyyət çəkir. Vuruşmuşuq. Biz də istəyirik ki, o rəhmətli Natiqə bir ad verilsin. Məktəb adımı, küçə adımı. Biz də təsəlli tapaq o daddan ki, həqiqətən belə döyüşçümüz olub, fəxr edirik döyüşçü yoldaşımızdan. Biz də istəyərik ki, prezidentimizdən xahiş eləyərik ki, bir ad verilsin, məktəb adı verilsin, küçə adı verilsin. Biz ondan təsəlli tapaq. Rəhmətli şəhidimiz Subaydı o vaxtı. Bəli, bəli. Allah rəhmət eləsin. Natiq. Baxtiyar müəllim, Buyurun. Fərhad o vaxtı Fərhadın gözünü ermənilər bağlayıbdı. Biz o vaxtı Natiqin nəşrini götürmüşlər oradan. Bəli. Natiqi Martun yaparmışlar. Martunun orada Usturmabay batalyonu döyüşüb. Hansı ki həmən batalyonun komandiri bugün Bakıda həbsdədir. David Şanyan. Fərhad qardaş getmişdi Natiqə. Fərhad qardaş Natiqdən ötəri gözün bağlayıb erməni Natiqdən aparıb. oradan ötürü Amma getmişdi. Natiq Onlar mənim götürmüş döyüş erməni. yoldaşlarım olub. O haqda biraz danışardınız ki, nətər oldu, nətər getdiniz? Onların bizə kəşfiyyatı keçmişdi. Atıb onu elə bil tutmuşduq. O dəyişmək dadı ilə saxlayırdıq ki, həqiqətən biz şəhidlərimizin heç olmasa cəsədini ala bilək. O vaxtı o ermənilərlə görüşdük, getdik, sərhəddə görüşdük. Erməni dedi ki, rəhmətli Natiqin deyirdi, vəsiqəsini cibindən götürüb, ad familiyasından deyirdi ki, məsələn, Əliyev Natiq sevindiyi oğlu sağdır. Sağdır. Bəli. Bizdə inam yaranmışdı ki, biz bu şəhidimizin heç olmasa cəsədini mi, ya sağ bir dadımı alaq. Getdi erməni ilə görüşdü, erməni dedi ki, gəlin filan yerə, getdik filan yerdə görüşdük. Erməni ilə belə danışdıq ki, bizdən bir nəfər onlara keçəcək, onlardan da bir nəfər bizə keçəcək. Bəlkə siz onu buraxırsınız, biz də onu buraxacağıq. Bəli, bəli. Getdik, görüşdük. Siz keçdiniz həmən Bəli, vaxtda. bəli. Mənim gözümü bağladılar, avtomatı başıma dirədilər. Mən əsir keçdim də. Əsir keçəndə bizim döyüş yoldaşımız Cəfərov Şükürana dedim, əgər məni buraxmasalar, mənlə sağ ümid gözləmə, üstümdə qranat var. Qranat, Efadin qranatın işbilintini düzəldib, qolumun altından telləşkəyə keçirmişdim. Əlimin biri belə qaldırdım, bu vəziyyətdə keçdik. Keçdim erməniyə sarı. Keçəndə də döyüş yoldaşlarıma dedim ki, məni buraxmasalar, məndən sağ ümid gözləməm, özümü partladacağım bu dadlarla bərabər. Allah olsun. Keçdim, getdim. Gözümü bağladılar, onların orada o tüyək firmasının yanında tanklar zadları var idi. Gözümü bağlamaqda məqsədləri o idi ki, mən bu texnikanı zadı görməyim orada. Keçdik, getdik, gözümü açdı, gözümü açanda bildim harada o Umutlu yolun üstündə körpü var. Körpünün bəri qırağında, kanal hissəsində orada bizim şəhidlərimiz var idi. Həmi Polad, rəhmətli Polad idi, Mehman idi, İsbərov Mehman idi, Quluyev Semur idi. Rəhmətli Semurun nəşrini tapdım. Həqiqətən Sırxavətdən idi bu adını bəli, çəkdiniz. bu bizim həmi cəsur döyüşçümüz olub, həmi Qorxmaz Semur, Qorxmaz bir oğul olub. Semur mənlə bir sinifdə oxuyub. Həqiqətən Semurun ürəkli Qorxmaz oğul oldu. Semur Sırxavətdən. Ayşə atasının da adını çək bax onlar. Quliyev Semur Saraoğlu. Bəli. Bir sinifdə oxumuşuq. Semur cəsur Qorxmaz uşağı idi. Semuru atmışdılar. Semur yaralı qalmışdı. Sonra rəhmətə getmişdi. Semurun meydini tapdım. Ərəb Poladın meydini tapdım. Sonra o da
İsparov mehmanın meydindən gözləmişdim. Yox, mən bir şey vereyim. Bəli. Isparov mehmanın meyidini ermənilər gətirdi. Tağbəyli yol deyirlər, adam Tağbəyli yol. Bir kimi xatirimdədir, şinelin arasında gətirmişlər. Hardasa postdan bir 30 metr qoymuşlar qıraqdora. Orada mənim atam ona dəfələrlə dedi ki, mehman ölübdür da bunu ver aparın. Yalanı çıxdı sən. Vermədilər, bəx gəlmədilər. Sonra mənim qardaşımın nəşrini gətirəndə, elə bir iyulun 9-unda, Bəli, bəli. iyulun 9-u günü mən qağam mənim bir də Mamet vardı, bir də yaxın adam, onunla keçdik. Orada yenə qağam mehmanın yerini almağı onlara tələb edir ki, yəni mehman da veriləcəkdir. Bizdə bir bayavik vardı, o bayavikin hesabına biz o cəsədləri alırdıq. Bəli, O bayavik də Əskərənin Sarışın kəndindəndir. bəli. Vitali Balasanyan şəxsən özü o bayavika görə gəlmişdi həmin qərvət postuna. Orada o vaxtı həmən mehmanın meylin birinci mənim atam dedi ki, Erməniyə. Mən Bəli. bir kimi Sumqayıt ermənisi mənim yanında duran, dedi mən Sumqayıtdanam. Dedi get mehmanın meylini gətir. Dedi bunları götür, dedi get birinci mehmanın meylini gətir. Mehmanı oraya gətirəndə mehman tanınırdı. Amma öcü 65 gün mehman o çayın qırağında qaldı. Onu mənim atam həmən ermənini verəndə aldı gətirdi. Mehman Polat rəhmətli Seymur, onun üçü bir posta şəhid olmuşdular. Qardaşım onu davam elə, yekunlaşdırıram mən. Onların nəşrin palatlarının arasına qoydum. Bəli. Və qoyduq Nasırqıya. Nasırqıya qoyduq, gətirdik, bəri gətirəndə qoyduq yerə qoyanda Bərdananı keçəndə mən gözümü bağlamışdılar. İndi dedi ki, həmən yerdə gözünü bağlamalıyam. Həmən yerdə mənə dedi, gözünü bağlamalıyam ki, bəs yad görməyəsən də, bizim onların texnikalarını görməyək. Gəldik, həmən yerdə o dadı gözümü bağladığı binti dadı eləmişdi, doğramışdı, baş palatkaların başını bağlamışdıq ki, iyi çölə çıxmasın. Nə qədər şəhid nəşi gətirdin həmən günə? Dəyişdiniz. İki nəfərin, iki döyüş yoldaşımın nəşrini gətirdim. Quliyev Seymurla Poladın nəşrini mən gətirdim. Gətirdik, axırıncı posta mənə dedi ki, dadı qoy yerə, nəşirləri qoy yerə qoyduq. Nəşi. Qoyduq yerə, mənə dedi ki, bəs gözünü bağlamalıyam. Gözünü bağlamalıyam ki, bəs texnika görməyəsən. Mən dedim, o dedi, yox, gözünü bağlamalıyam. Gözümü bağlamalıdır. Heç nə, mənə dedi, dəsmalım var, dedim, yox. Dedi, telləşkanı çıxart, gözünü bağlayayım. Telləşkanı EFAD-ın qranatını şpilidi düzəldib, qolumun altından telləşkaya keçirmişdim. Mən dedim, bu dedi, gördüm, bununla mübahisə eləmək olmaz. Əl atdım, qranatı çıxartdım. Qranat əlimdə tutdum, telləşkanın burasından çəkdi, bənimlə çıxdı. Və bu dadı atdım onun üstə ki, gözümü bağlayırsan, bağlar. Erməni ondan sonra bir kəlmə çevirmədi, ya qranatı verir, ya dadı elə. Gözümü həmən telləşka ilə bağladı. Bəli. Bu qabaqdan götürdüm, mən arxadan gəldik, axırıncı posta qoyduq dadı yerə. Meyitlərimizi qoyduq yerə, biraz keçdik qabağa keçəndən sonra oradan uşaqları çağırdım ki, gəlin köməklə meyitlərimizi aparaq. Və o uşaqlar gəldi, köməklədi, meyitlərimizi götürdük, keçirdik özlərimizə, gətirdik, dəfn elədik. Nəysə, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Mən yekunlaşdırıram. Əziz izləyicilər, bugün gəldik Natiq qardaşın anım gününü qeyd elədik. Mən də özüm keçmiş Ağdərə rayonunun Məllik kənd sakini Qurbanov Bəxtiyar Əlqismətoğlu. Mən də öz adımdan buradan cənab prezident İlham Əliyevə müraciət edirəm. Xahiş edirəm artıq dərəcədə. Bu şəhid ailələr də var burada, qazilər, veteranlar da var burada. Artıq dərəcədə xahiş edirəm ki, Natiq qardaşımızın adına bir dənə məktəb olsun, bağça olsun, küçə olsun, verilsin. Bu igid qardaşımız döyüşübdür. O vaxtda təsvirlər olsun ki, belə çəkiliş yox idi. Qarabağda 92-ci ildə döyüşdə olan döyüşçülərimiz elə igid oğlanlarımız var ki, yəni onların heç vaxt çəkiliş olmayıb, tanınmayıb. Mən də özümə boş bildiyim, bu gün gəlmişəm bura,
Mənim də məqsədim, məramım budur ki, bizim fərqi yoxdur, Ağdərə olsun, Ağdam olsun, Qarabağ, hansı bir torkasından olsun, şəhidlərimizi, döyüşçülərimizi ictimailəşdirəm, paylaşam, qoyun bizim gəç nəsillər hamısı tanısın, Natiq kimi qardaşlarla fəxr eləsin, Allah qəni-qəni rəhmət eləsin, Allah səbir versin ailəsinə, sağ olun, var olun.